Azotun alınması xassələridir də mövzu. Qapalı bir qabda eyni həcmdə azot və hidrogendən ibarət qaz qarışığı var. Eyni həcm, yəni maddə miqdarları eyni. Düzdür bala? Məsələn, 1 molun normal şəraitdə həcmi nə qədər olur qazın? 22 olur. İndi şərait dəyişsə başqa həcmdə ola bilər, önəmli deyil. Bir qapalı qab düşün. İçində azot var, bir də hidrogen var və bunların həcmləri, yəni molları eynidir. Bunlar reaksiyaya giriblər və B mol amonyak alınıb. Nə alınıbdır? Bunların reaksiyası necədir uşaqlar? N2 plus nə? 3H2. Bunlar hansı nisbətdə girir? Birincisi. Nə alınır? 2 dənə NH3 alınır. Yəni normalda bunun biri sərf olunanda, bunun neçəsi sərf olunur? 3. Bu neçə alınır? 2. Bizdə deyir amonyak nə qədər alınıbdır? B mol. Əgər bu B alınıbsa, o zaman bu nə qədər sərf olunub, bu nə qədər sərf olunur? 2-yə böl 3-ə vur. 1.5B. 2-yə böl 0.5B. İndi mən sizə sual verirəm. Azot nə qədər sərf edib? 0.5. Hidrogen nə qədər sərf edib? 1.5. Axı deyir bunlardan biri tam sərf olunur. Sizcə hidrogen mi tam sərf olunur yoxsa azot mu? Hidrogen. Çünki hidrogen çox istifadə edir axı. Elədir? Əgər tam sərf olunan hidrogen isə o zaman əvvəl bunlar ikisi də 1.5B imiş. Belə düşünürəm. Neçə imiş? 1.5 nə? 5. Əvvəl. Bu da 1.5B imiş, bu da 1.5B imiş. Bu tam sərf olunubdur. Bundansa artıq qalan var. Çünki 0.5B'si giribdir. 1B qədər də nə olubdur? Artıq qalıbdır. Razısınız? Bəli. O zaman sonda əlimdə nə var? Sonda əlimdə nə var? Deməli bu azotun B qədər azot artıq qalıb əlimdə var. Düzdürmü? Bəs amonyak nə qədər əmələ gəldi? B qədər də amonyak əmələ gəldi. Bunlar razısınızmı? Bir də deyirəm. Əmələ gələn amonyakın miqdarından tapdıq ki, bunlar nə qədər sərf olunur? Düzdürmü? 1.5B, 0.5B. Əgər bunlardan biri tam sərf olunursa, bu hidrogen olmalıdır. Çünki bunun biri girəndə bunun 3 gedir istifadə olunur. Yəni bunlar ikisi 1.5B imiş, bu tam getdi. Bunun 0.5'i getdiyi üçün B qədər artıq qaldı, bu da B əmələ gəlir. Deyir, B mol azot artıq qalır, düz deyir. 0.5B hidrogen artıq qalar, hidrogen ümumiyyətlə artıq qalmır, yalan deyir. Reaksiyadan sonra qabda 2B bol qaz var, düz deyir. Düz deyir. Qurtardı. Cavabımız nə oldu? Əgər doğru istəyirsə 1-3, yanlış istəyirsə 2.